Şamil Basayev, qatil yoxsa milli qəhrəman? Bunu qısa və balanslı edəcəyəm. Basayev Sovet İttifaqının dağılması dövründə Çeçenistan müstəqillik uğrunda mübarizə apararkən böyüyüb. Bir çox Çeçen üçün o, kiçik bir milləti daha böyük bir dövlətə qarşı müdafiə edən qəddar bir komandir idi. O, 1-ci Çeçen müharibəsində döyüşçülərə rəhbərlik etdi, partizan taktikalarından istifadə etdi, müqavimətin simvoluna çevrildi. Amma göz ardı edə bilməyəcəyiniz başqa bir həqiqət də var. Basayev mülki insanları öldürən hücumları təşkil edib. 1995-ci ildə Budyonovsk xəstəxanasının mühasirəsi, 2002-ci ildə Moskva Dubrovka teatrında Girov böhranı, 2004-cü ildə Beslan məktəb qırğını, 300-dən çox insan, onların çoxu uşaqlar öldü. Bunlar terror aktlarıdır. Tam nöqtə. Bəs bir insan həm ikonaya, həm də cani necə çevrildi? Kontekst önəmlidir. 1990-cı illərdə Çeçenistan qəddar döyüşlər, kütləvi köçkünlük iddia edilən sui-istifadələr. Bu mənzərədə bəziləri Basayevin militanlığını Moskvanın eşidəcəyi yeganə dil kimi gördü. Onu azadlıq döyüşçüsü, şərəfin müdafiəçisi adlandırdılar. Amma taktikalar mirasları müəyyən edir. Mülki insanları hədəf aldığınız zaman əxlaqi bir sərhədi keçirsiniz. Bu hücumlar Rusiya ictimai rəyini sərtləşdirdi, daha sərt repressiyaları gücləndirdi və dinc siyasi həll üçün perspektivləri məhv etdi. Azadlığa can atarkən Basayevin strategiyası hamıya qarşı rəhmsiz bir müharibəyə haqq qazandırmağa kömək etdi. O, 2006-cı ildə İnguşetiyada bir partlayışda öldü. Bəziləri üçün o, milli qəhrəman, müqavimətin simvolu olaraq qalır. Digərləri üçün o, əbədi olaraq qatil, seçimləri, nəsilləri yaralayan bir terrorçudur. İşğal terror kədər gürür. Budur çətin sual. Metodlar ədalətsizdirsə, bir məqsəd ədalətli ola bilərmi? Və əgər birini qəhrəman adlandırırsınızsa, onların istifadə etdiyi hər taktikaya da sahib çıxırsınızmı? Buna sizin üçün cavab verə bilmərəm. Amma bunu deyə bilərəm. Milli hekayələr ziddiyyətləri özündə saxlamaq üçün kifayət qədər böyük olmalıdır. Ləyaqət uğrunda mübarizəni şərəfləndirin. Günahsızların qətlini pisləyin. Əgər hər ikisi doğrudursa, hər ikisini deyin. Beləliklə, Şamil Basayev qatil yoxsa milli qəhrəman? Bəlkə də daha dürüst cavab narahat edicidir. O bir xəbərdarlıqdır.